Hündür binaların tikilməsi Həzrəti Mehdinin çıxış əlamətlərindəndir. Çox mərtəbəli binalar 19-cu əsrin sonlarında inşa edilməyə başlayıb. Texnologiyanın inkişafı, poladdan geniş istifadə və elektrik liftlərinin istehsalı ilə göydələnlərin inşası sürətlə artıb. –20-ci, 21-ci əsrin arxitektura sahəsində göydələnlər xüsusi yer tutur. Hətta dövrümüzdə bəziləri üçün göydələnlərdə yaşamaq prestij hesab olunur. Dünyanın ən yüksək tikililərinin hündürlükləri. Kanadada CNN televiziya qülləsi 555 metr. Tayvanda Taybey 101 binası 508 metr. Çində Oriental Pearl Şərq incisi televiziya qülləsi 467 metr. Malayziyada Petronas qüllələri 449 metr. Chicagoda Wills əvvəlki Sears qülləsi 443 metr. New Yorkda Empire State Building binası 381 metr. Sözsüz ki, 1400 il əvvəl yaşayan insanlar bu hündürlükdəki binaları inşa edə biləcək texnoloji imkanlardan xəbərsizdirlər. Gələcəkdə 100-150 mərtəbəli binaların tikiləcəyini ağıllarına belə gətirə bilməzdilər. Evlərin əsasən 1-2 mərtəbəli olduğu, tikintidə əsas yer tutan sement və polad kimi inşaat materiallarının istehsal olunmadığı, kran və yük maşını kimi binaların tikintisini asanlaşdıran heç bir vasitənin olmadığı bir dövrdə Peyğəmbərimiz tərəfindən deyilmiş bu sözlər axır zamanın böyük dəlillərindən sadəcə biridir. Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq. Yüksək binalar tikməkdə insanlar bir-biri ilə rəqabətə girəcək. Hündür binalar inşa edilmədikcə qiyamət qopmaz. Gördüyünüz kimi Peyğəmbərimizin 1400 il əvvəl xəbər verdiyi bu əlamət də dövrümüzdə reallaşıb. Diqqət etmisinizmi? Axır zaman əlamətləri dövrümüzdə bir-birinin ardınca reallaşır. Bütün dünya əsrlərdir həsrətlə gözlədiyi Həzrət İsa'nın nüzuluna və Həzrəti Mehdinin zühuruna hazırlaşır.